Sənin boğazın qıcıqlanır, danışa bilmirsən, qonaq gedə bilmirsən, hətta nəfəs alanda belə boğazından qıcıq tutur, dayanmadan öskürürsən. Sual vermə hardan bilirsən. Çünki xüsusən də bu fəsildə boğazdan qıcıqla müşahidə olunan qıcıqvari öskürək deyirlər də, allerjik öskürək geniş yayılıb. Buna necə son qoymaq olar? Ekrandakı ürəyi qızart, onu sənə izah edəcəm. Yaxınlaşırsan aptekə, Timuson saşi alırsan. Deməli bu saşi bu formada hazır saşidir. Heç bir əziyyəti yoxdur. Açdın, içirsən. Gün ərzində 3 dəfə səhər, günorta, axşam yeməkdən sonra istifadə etsən, cəmi 2 günə boğaz qızığına tamamilə son qoyacaq. Hər kəsin də büdcəsinə uyğundur. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakaz verib gətirsinlər. Timuson saşini istifadə edin, boğaz qızığından canınızı qurtarın. Bu cür faydalı videoların davamı üçün məni də takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız bal olanlar hər zaman sağlam qalasınız.